17-22 may tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumu çərçivəsində monitorinq aparılacaq. Bu tarixlərdə metronun hərəkət qrafikində də dəyişiklik olacaq. Bu barədə daha ətraflı məlumatları birbaşa bağlantıda olan əməkdaşımız Lalə Allahverdiyeva çatdıracaq. Lalə, buyurun, söz sizdə də eşidirik. Bəli, mayın 17-si 22-si tarixlər arasında paytaxtda keçiriləcək Ümumdünya Şəhərsalma Forumundan əlaqədar yollardakı tənzimləmələrlə əlavə metrolarda da hərəkətin qrafikinə düzəlişlər ediləcək. Pik saatlarda intervallar minimuma endiriləcək. Sərnişin axınının tənzimlənməsi məqsədi ilə bəzi stansiyalara əlavə işçi qüvvəsi cəlb ediləcək və xətlərə buraxılmağa hazır ehtiyat qatarlar saxlanılacaq. Qeyd edeyim ki, bu proses 17-22 may tarixlərini əhatə edəcək. Əlavə olaraq bildirmək istəyirəm ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası müddətində 175 ölkəni təmsil edən 23.350 nəfər qeydiyyatdan keçib. Hələlik isə mənim çatdıracaqlarım bundan ibarət idi. Sözü sizə ötürürəm. Əməkdaşımız Lalə Allahverdiyeva məhz Şəhərsalma Forumu çərçivəsində metroda keçiriləcək monitorinqlərlə bağlı ətraflı məlumatları çatdırdı.